Salam. Bugün sizler için YEK Global kursunda keçirilmiş sezon sonu sınav imtahanının həndəsə suallarının izahını verəcəm. 71. sualımız bu şəkildədir. Şərtdə gördüyünüz kimidir. 6, 9, 2 və x soruşur. Bu DY BC paralel olduğundan oxşarlığa əsasən 6-ya mən bura 2K yazsam, obşi 9-un gördüyü tərəfə, yəni 9-a aid olan tərəfə 3K düşər. 3K'nın 2K'sı buradadır, onda geriyə bura qalar K. İndi həmçində bu YF AK'ya paraleldir. K'ya 2 düşübsə, onda 3K'ya nə qədər düşəcək? 6 düşəcək. Və yaxud da belə yaza bilərsiniz. K bölünsün 3K bərabərdir 2 bölünsün x. Bunun x nə qədər olar? 6 olar. Ya da birbaşa bir tənasüb kimi oranını yaza bilərsiniz. 72-ci sualımız isə çox məşhur olan bir sualdır. Bu daxil təmin olduğuna görə 4-ə mən 2K yazsam, 6-ya düşər 3K. Sonra da bu AD də xaric təmbiləndə hansı üç bucağın? Bu üç bucağın. Xaric təmbilənin düsturunu tətbiq eləsəm bura. X bölü x plus 10 bərabərdir istərdəki bölünsün çöldəki. Yəni 2K bölünsün 3K'ya. Buradan 3x bərabərdir 2x plus 20'yə. X olur nə qədər? 20. Və yaxud da daha belə pratik yollardan biri olan belə bir yol var. Əslində də o yolun çıxarılışı da buradan gəlir. Ümumiyyətlə, bir bucağın daxili və xaric təmbələnləri parçanı harmonik bölür. Harmonik bölmək nə deməkdir? 4 vurulsun obşiyə, yəni 10 artı x bərabərdir x vurulsun 6'ya. Bu tənliyi açsam, 40 plus 4x bərabərdir 6x-ə. 2x 40'a, x də olacaq nə qədər? 20. 2 yolla da eləyə bilərsiniz, cavabı 20 tapa bilərsiniz. 73-cü sualımız klassik üçgen eşitliğinden olan bir sualdır. Bura alfa beta yazsam, alfa plus beta cəmi 90 dərəcədir. Beta 90, bura alfa qalar. Alfa 90, bura qalar beta. Fikir versək, bu iki üç bucağı bir-birinə oxşardır. Hipotenuzları bir-birinə bərabər olduğuna görə deməli üç bucaqlar bir-birinə eşitdir. Burada betanın qabağı 5-dirsə, burada betanın qabağı olmalıdır nə qədər? 5. Tərəf 8-dir, onda bu tərəf 8-dir. Alfanın qabağı 8 ise burada alfanın qabağı olmalı 8. 4 bucağın tərəfi oldu nə qədər? 8 plus 5'ten 13. Deməli x nəyə bərabərdir? 13'ə bərabərdir. Növbəti sual bu şəkildə olan bir sualdır. Trapesiya sualıdır. 1, 7 bərabərinin trapesiya verib və deyir ki, diagonallar bir-birinə perpendikulardır. Bu cür olanda belə bir qaydamız vardı ki, diagonalları bir-birinə perpendikular olan bərabər yanan trapesiyanın orta xətti hündürlüyünə bərabər olur. Oradan birbaşa yaza bilərsiniz ki, s bərabərdir 7 plus 1 bölünsün 2'nin kvadratı. Yəni 16. Və yaxud da belə düsturla birbaşa eləmək istəməyənlər üçün belə eləyə bilərsiniz. Bilir ki, bərabərinin trapesiyada AY ilə YB birbirine bərabərdir. Həmçinin DY ilə YC birbirine bərabərdir. Bunların hündürlüklərini çəksəm, yəni trapesiyanın Y nöqtəsindən keçən hündürlüyünü çəksəm, bərabərinin üç bucaqdır. Hündürlüyü həm də olacaq nə? Həm təmbələ, həm də median. Median olması lazımdır bizə. Bura olacaq 2'də 1, 2'də 1. Bura olacaq 7 bölü 2. 7 bölü 2. Düz bucaqda düz bucaq təpəsində çəkilmiş median həm də böldüyü hissəyə bərabərdir. 2'də 1, 2'də 1 bölübsə, medianın özü də olacaq nə qədər? 2'də 1. Həmçinin 7 bölü 2, 7 bölü 2 bölübsə, medianın özü olacaq. Median dediyim budur. 7 bölü 2 olacaq. Bizim hündürlüyümüz oldu nə qədər? 1 bölü 2 topla 7 bölü 2. Yəni neçə? 8 bölü 2'den 4. Trapesiyanın sahəsi düsturu bu şəkildə hesablanır. Sahəsi bu şəkildə hesablanır. Oturacaqlar cəminin yarısı burası hündürlük. Yəni 4. Bu da nə qədər? 16. Cavab oldu nə? B variantı. Nisbətən maraqlı olan 75-ci sual bu şəkildədir. Sualın əsas mətndəki göstərmək lazımdır ki, bu bucaq 45 dərəcədir. Onu necə göstərə bilərik? Ümumiyyətlə belə bir xassəsə var ki, dördbucağın trapesiya şəklində çəkirəm, amma trapesiya olmaya bilər, ixtiyari bir dördbucaq ola bilər. Əgər bir dördbucaqda diagonalları çəkdikdən sonra eyni tərəfi görən bucaqlar, məsələn bura AB yazsam, AB tərəfini görən bucaqlar hansılardır? Bu bucaqla bu bucaqdır. Əgər bu iki bucaq bir-birinə bərabərdirsə, deməli bu trapesiyanın xaricində çevrə çəkmək olar. Bu bir teoremdir. İsbat da çox çətin deyil. İndi bura baxsaq, o nöqtəsi kvadratın ağırlıq mərkəzidir. Mən burada 10 D-ni və 10 S-ni birləşdirsəm,
Bu bucaq 90 dərəcədir. Yəni bu bərabərinin düz bucaqlı bucaqdır. Bu aydındır. Fikir verin. Baxın, bu dörd bucaqlıya baxın. Bu dörd bucaqlıda DC və DO diaqonallardır. Diaqonallar çəkilib. DC tərəfini görən bucaqlar 90-90'dır. Deməli, bunun xaricində nə olar? Çevrə çəkmək olar. Çevrəni çəkdikdən sonra dedik ki, bu 45-45'də bura bilirik bunu. 45 isə 45 dərəcədən gördüyü olacaq olacaq 90 dərəcə. 90 görən daxili bucaqlıda nə qədər? 45. Yəni bu bucağı tapdığına qədər 45 dərəcə. Bu bucağı 45 tapandan sonra demək olar ki, sual bitdi. Məsələn, bunu birləşdirib yəni OC uzunluğu var. Hətta gəlin yazaq, bir neçə yol yazaq buna. B'dən bir dənə hündürlük çəkək. Birinci, ən təməl yollardan biri. Bir dənə adam çəkək hündürlük. Şəkildə yaxşı olsun. Bir də bunu uzadaq aşağı. Bu da olacaq nə? Hündürlük. İndi burada yaranan bu 4 dənə bucaq bir-birinə eş üçgənlərdir. Eş üçgənlərin xassəsinə görə qarşısı 4-dürsə, bu da 4-dür, bu da 4-dür, bu da 4-dür. Tərəf 8 isə bu da olmalı 8, bura qalacaq 4. Bura ümumi 8-dir, 4'ü getdi, qaldı 4. Burada 8'dir, bura qaldı 4. Burada 8'dir, bura qaldı 4. Şimdi fikir verin, ortada yaranan bu figur da kvadratdır. Və onun nəyi də diaqonaldır? Hardan bilirəm? Çünki bu bucaq nə qədərdir? 45 dərəcədir. Bunu çəksəm, bu da olacaq x. 4, 4. Onda 2x bərabər olar 4 kökdə 2'ye. X nəyə bərabər olar? 2 kökdə 2'ye. Bu birinci yol. İkinci yol isə belə eləyə bilərsiniz. 4, 8, buralar 4 kök 5. Bunları birləşdirsək, bu da bərabərinin düz bucaqdır. Hipotenuz 4 kök 5 isə 4 kök 5'i kök 2'ye bölsəm olacaq nə qədər? 2 kök 10. İşte bu isə lazım deyil. Yəni bizim tərəfimizdə qədər oldu 2 kök 10. Fikir verin, 8, 45 kök 10 x istəyir. Bu tip olanda nə edirdik? Uzadıb hündürlük çəkirdik. 90 qabağı 8 isə 45'in qabağı olacaq 4 kökdə 2. 2 10 kvadrat edir 40. 4 kökdə 2'nin kvadrat edir 32. 40'dan 32 çıxan qalacaq 8. 8'den kök alsam burada qalacaq 2 kök 2. Bu 45, 90 bu da olacaq 45. Yəni bərabərinin düz bucaqdır. Burada 4 kökdə 2 isə burada 4 kökdə 2'dir. 2 kökdə 2 getdi. Geri 2 nə qədər qaldı? 2 kökdə 2. Cavab oldu nə? B variantı. 76-cı sual klassik çokgen sualıdır. Bilirəm ki, çokgenin dış açıları bir-birinə bərabərdir. Bu alfadırsa, düzgün çokgenin daha doğrusu bu da alfadır. Bunu uzatsam, bu da çokgenin xarici bucağıdır, bu da alfa olacaq. Alfanın toplamı oldu 2 alfa. Bu bucağın daxil bucağının cəmindən 3 alfa plus 72 bərabərdir 108'e. Buradan alfa olur 36. 3 bucağın deyirəm, çoxbucaqlının, düzgün çoxbucaqlının bir xarici bucağı 360 böl n düsturunu hesablanır. Bərabər 36'ya. 360 nəyə bölsə 36 eləyər? Ona. Çevrənin mərkəzini qeyd edək. Bəzi uşaqlar burada çevrənin mərkəzinin AB üzərində olduğunu iddia edirlər, amma olmaya da bilər, fərqi yoxdur. Sualda bir şey dəyişməz. Bunları birləşdirək. Hətta bura 10 nöqtəsi yazaq. 45'in gördüyü bucaq olacaq 90 dərəcə. 90'ın görən mərkəz bucaq olacaq 90 dərəcə. OC ilə OA bir-birinə bərabərdir. Çünki nədir? Radiuslardır. 6 kökdə 2 isə olacaq 6, 6. İndi bu segmentin sahəsini tapmaq üçün bu sektorun sahəsindən içəridəki bu bala düz bucağın sahəsinin nə etmək lazımdır? Çıxmaq lazımdır. Birinci düz bucağın sahəsini tapaq. Düz bucağın sahəsi katet ərazisinin yarısını hesablanır. 6 vurulsun 6 bölü 2'dən eləyir 18. Sonra sektorun sahəsini hesablayaq. Ümumi çevrənin sahəsi pi kvadrat, yəni pi vurulsun 6'nın kvadratını hesablanır. Yəni 36 pidir. 36 pi obşu 360'adır. Yəni 360'a 36 pi isə biz axtarıq ki 90 nə qədər olar? Yəni 14'də 1 nə qədər olar? 36'nın 4'ə böləndə neçə eləyəcək? 9. Yəni sektorun sahəsi 9 pidir. 3 bucağın sahəsi 18'dir. 9 pidən 18 çıxsam mənə verəcək nəyi? Bu segmentin sahəsini. Hər hansı bir bucaqda xaricin çevrə çəkilibsə əgər, bucağın qarşı-qarşıya bucaqların cəmi 180 olmalıdır. 55 buradırsa, burada düşəcək 125. 125'in qonşu bucağı düşəcək 55. 2 iç bir dışdan 55 ilə 35'in cəmi xarici bucağı olacaq nə qədər? 90 dərəcə. Yetmiş 9-cu sualımızsa asan bir analitik sualdır. Deyir ki 3A bərabərdir 2AB-yə. OA 2 qatsa, AB 3 qadır. Bura 2 qatsa, bura 3 qadır.
Kvadrat olduğuna göre bu 3 katısa, AB 3 katısa bu 3 katı. İndi bizə nə lazımdır? D doğrusunun tənliyi lazımdır. D doğrusu bilirəm ki 0 0-dan keçdiyinə görə, 0 0 nöqtəsindən keçdiyinə görə, yəni orijindən keçdiyinə görə x bərabər kx plus b şəklindədir və bunun 0 0-dan keçdiyinə görə b sıfırdır. B nədir? Doğrunun ilk oxun kəsdiyi yerdir. B-si getdi 0. Yəni ilk bərabər kx şəklindədir deməli doğrumuz. Doğrumuz ilk bərabər kx şəklindədir deməli. İndi nəyi tapmaq lazımdır? K-nı tapmaq lazımdır. Fikir versək bu düzbucaqlı üçbucaqda bu alfa yazsam bura. Alfa bucağının qarşısı 3 kadı, bitişi 5 kadı. Tangents alfa onda bərabərdir. 3k bölünsün 5k. Yəni nə qədər eləyəcək? 3 bölü 5. Yerinə qoysam y bərabərdir kx-dir. Kadı oldu 3 bölü 5. Yəni 3 bölü 5 nə x. Cavab oldu nə? C variantı. Sonuncu 83 sualımız bu şəkildədir. Yəni nisbətən asan bir sualdır. Bunu iki cür izah edəcəm. Birincisi bu düzbucaqlı bərabər düzbucaq olduğuna görə mən burada bir dənə hündürlük çəksəm, bu h-dırsa, bu da olacaq h, bu da olacaq h. İndi AB-ni soruşur bizdən. AB-ni tapmaq üçün deməli nəyi tapmaq lazımdır? H tapmaq lazımdır. H tapmaq üçün birinci belə eləyə bilərik. Baxın, bu düzbucaqlı üçbucağa fikir versəz, bu h həm də bu düzbucaqlı üçbucağın dikdən çəkilən dikidir. Yəni bura 3-dür, bura 6-dır. 3, 6, buralar 3 kök 5. Bir düzbucaqlı üçbucaqda qatitləri A, B, hipotenuzu C-dirsə, dikdən çəkilmiş diki tapmaq üçün, h tapmaq üçün belə bir düstur var. H bərabərdir. Qatitləri bir-birinə vurub hipotenuza bölürük. A vur B bölü C. Burada qatitlərimiz bizim 3 və 6-dır. H bərabərdir onda 3 vurulsun 6 bölünsün 3 kök 5. H olacaq nə qədər? 18 edir. 18 3 x aparanda 6 bölü kök 5. Və yaxud da yaza bilərəm ki, kök 5'e vursam 6 kök 5 bölünsün 5. İndi demişdik ki, əgər bu h-dırsa, AB nəyə bərabər idi? 2h-a bərabər idi. H-ımız budur. Yerinə qoysam, olacaq nə qədər? 12 kök 5 bölünsün 5. Bu birinci yol. İkinci yol isə belə də eləyə bilərsiniz. Bunu silim. Yine h tapmaq üçün gedilən bir yoldur. Hətta 3 yolla vardı. O biri yol biraz uzun olduğu üçün burada yazmayacağım onu. Deyirəm ki, bu O nöqtəsinin koordinatları hansılardır? 0, 0. Biz belə bir düstur bilirdik. Verilmiş bir A nöqtəsindən A nöqtəsinin koordinatları x1, y1 deyək ki, bir dənə hər hansı bir D düz xəttinə qədər olan məsafəni, D düz xəttdə bu şəkildə ax plus by plus c bərabərdir 0. Bu A nöqtəsindən bu D düz xəttinə qədər olan ən qısa məsafəni h tapmaq üçün h bərabərdir modulda ax1 plus by1 plus c bölünsün kök altda a kvadrat plus b kvadrat düsturu nədir? Keçərlidir. İndi nöqtəmiz var. Hündürlük axtarıram. Amma nə yoxdur? Düz xətt yoxdur. Düz xətt D və C nöqtəsindən keçdiyinə görə düz xəttin tənliyini asanlıqla yaza bilərəm. Negativ yöndə gedən bir düz xəttdir, doğrudur. Onda bunun bucağı düşəcək bura. Yəni tangents alfa bizə verəcək, bizim k-mızı verəcək. Düz xəttin eğimini verəcək. Onda bu bucağın tangents nə qədər eləyir? Bura 3-dür, bura 6-dır. 3 bölü 6-dan tangents eləyəcək 2-də 1. Amma qonşusunun tangenti olacaq nə qədər? Mənfi 2-də 1. Qapanını atırıq, mənfi atırıq. Çünki əgər iki bucağın cəmi 180-dirsə, tangensləri biri digərinin əksidir. Sonra bu düz xəttin ilk oxunu kəsdiyi yer 3-də kəsir. Yəni 0-3-də kəsir. 0-3-də kəsinə görə 3 nöqtəsi olacaq bizim B-miz. 1 bərabərdir kx plus b şəklindədir onun düz xəttimiz. Və B-siz 3-ə bərabərdir. K-mız da mənfi 2-də 1-ə bərabərdir. Onda doğrumuz oldu mənfi 1 bölü 2x topla 3. İndi bunu bu şəklə gətirmək istəyirəm. Bunun üçün hər tərəfini 2-yə vuraq. 2y bərabərdir. Mənfi x topla 6. Bir tərəf atsam 2y plus x minus 6 bərabərdir nəyə? 0-a. İndi bizim 0-0-dan bu düz xəttə qədər olan məsafəni tapmaq lazımdır. Onda həmin dediyim düstura görə h bərabərdir modulda 2 vurulsun 0, üstünə gəlsin 0 minus 6. Bölünsün nəyə? Əmsalların kvadratları cəminə. Yəni bu x-in əmsalı 1-dir. Yeni əmsal 2-dir. Kök altında 2-nin kvadratı 4 plus 1. O da oldu nə qədər? 6 bölünsün kök 5. Və yaxud da 6 kök 5 bölünsün 5. Bayaq dediyimə görə AB 2h-a bərabərdir. O da h 6 kök 5 bölü 5-dirsə 2-yə vursam 12 kök 5 bölü neçə olacaq? 5 olacaq. Cavab oldu nə? D variantı.